Sizə bitirdiğim məhsulları göstərib fikirlərimlə bölüşmək istəyirəm. The Ordinary markasından serum. Bunu səhv etmirəmsə Trendyoldan sifariş etmişdim. Tərkibində hyaluron turşusu və vitamin B5 var. Çox yaxşı serumdur. Qışda istifadə etdim. Mənim dərim yağlıdır, amma quru və normal dərilər də sevəcəyi. Mənim üçün bu ancaq qış üçün uyğundur. Çünki biraz ağırdır yağlı dərilər üçün, amma mən bəyəndim. Bunu makiyajın altına istifadə etməsəz yaxşıdır. Göstərirəm ki, bitib. Çünki makiyaj toparlana bilər. Amma belə axşam üzünüzü yuyandan sonra istifadə etsəz çox gözəl bir serumdur. Bunu dəst olaraq almışdım. Bir dənə də məhsul var idi içində. Peeling. Pure markasından gil maskasıdır. Bunu Türkiyədən almışdım, İzmirdən. Bu əslində tam bitməyib, amma istifadə müddəti bitib deyə tullayıram. Fevralda bitib. Heç xoşuma gəlmədi. Çox zəif maskadır gil maskası üçün. Məncə ən yaxşısı quru gil alıb su ilə qarışdırmaqdır. Onlar daha yaxşı effekt verir. Məsamələri təmizləyir, qara nöqtələri aradan qaldırır. Amma bu yox. Bundan belə bir güclü effekt görmədim, hiss eləmədim. Boş şeydir, elə bil ki, dəyməz bunu almağa. Yadınızda saxlayın və almayın. Belif markasından krem. Bunu blogerlərin tövsiyəsi ilə aldım. Güya yağlı dərilər üçündür. İki növü var. Biri quru və normal, biri yağlı qarışıq karma dərilər üçündür. Tam bitib. Amma mənim üçün çox ağırdır. Qışda bir tər istifadə elədim, çünki kombiyə görə dərim elə bir quruyurdu, amma çitlənib və qutusu. Çox ağırdı, deməzdim ki, bu yağlı dərilər üçündür. Bu məncə normal və quru dərilər üçün daha uyğundur. Belə yaxşı kremdir, çox tərifləyirlər. Bu göz makiyajını silmək üçün micellar sudur. Altera markasından, bunu Rossmanndan almışdım. Təbii mənşəlidir və heyvanlar üzərində test olunmur. Vegandır, buna görə like. Amma çox zəifdir. Çox adam bilmir ki, bu sırf göz makiyajını silmək üçün micellar sudur. Amma mən məktəbdə alman dilini öyrənirdim. Ona görə biraz başa düşürəm. Bunu tam bitirdim, amma mənim üçün biraz zəifdir. Əgər gündəlik makiyaj eləyəndə ancaq göz kölgəsindən, pudradan falan istifadə edirsinizsə, bu sizin üçün normaldır. Amma liner, tuş çəkirsinizsə zəifdir. 1 saat makiyajı təmizləyəcəksiniz, ona görə yox, bir daha almaram. Misha markasından 2 fazlı göz makiyajını təmizləmək üçün vasitə. Koreya istehsalıdır. Bu həm gözlər, həm də dodaqlar üçündür. Bu pis deyil, yaxşıdır, ortadan yüksəkdir. Makiyajı çox yaxşı təmizləyir. Qiyməti boyuna görə normaldır, 155 millidir. Mən alardım bir daha, amma gözlərimi sanki biraz yandırdı. Mən Essence və Nivea'ya daha çox bəyənirəm, ona görə bunu bir daha almaram. Stila markasından belə bir göz kölgəsidir, sıvı şəkildə, amma artıq quruyub. Burada yazılıb ki, açılandan sonra 12 ay ərzində istifadə etmək lazımdır. Mən artıq 3-cü ildir bunu saxlayıram, bilmirəm niyə, cəmi 3-4 dəfə istifadə etmişəm. Çox gözəl idi, hamı mənə kompliment eləyirdi, kompliment. Amma bundan normal makiyaj əmələ gətirmək üçün gərək 1 saat oynayım, başqa kölgələrlə qarışdırım. Heç xoşuma gəlmədi, sadəcə rəngi gözəldir. Bir ara dəbdə idi, blogerlərin tövsiyəsi ilə aldım.